Hər vaxtınız xeyir. Qərb Xəbər TV-də xəbər vaxtıdır. 15 aprel 2025-ci il. Rəsmi xəbərlər. Gürcüstanın dövlət başçısı Azərbaycana səfərə gəlir. Gürcüstan prezidenti Mikhail Kavelaşvili aprelin 15-16-sında ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək. Qərb.com xəbər verir ki, məlumatı Gürcüstan prezidenti administrasiyası yayıb. Bildirilir ki, səfər çərçivəsində Mikhail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək. Kavelaşvilinin Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub. Gürcüstan prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Civil Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir. Çinin yeni təyin olunmuş səfiri Bakıya gəlib. Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mei aprelin 14-də diplomatik vəzifəsinin icrasına başlamaq üçün Bakıya gəlib. Bu barədə Qərb.com Çin səfirliyindən məlumat alıb. Diplomat qarşılanma mərasimində ölkəmizin təkcə səmimi və etibarlı dost deyil, həm də bərabər hüquqlu tərəfdaş olduğunu diqqətə çatdırıb. Lu Mei ölkəsini iki ölkə liderlərinin strateji rəhbərliyi altında iki tərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Azərbaycanda təmsil etməkdən şərəf duyduğunu açıqlayıb. Səfir, dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədi ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, əvvəllər Çinin Azərbaycandakı səfiri vəzifəsini Go Min tutub. Beynəlxalq xəbərlərlə davam edirik. İranın ABŞ-la danışıqlarına Oman ev sahibliyi edəcək. İran və ABŞ arasında danışıqların növbəti raundu aprelin 19-da Omanın paytaxtı Maskatda keçiriləcək. Qərb.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqayi məlumat verir. Məsləhətləşmələrdən sonra qərara alınıb ki, şənbə günü baş tutacaq danışıqların ikinci raundu üçün Maskat ev sahibi olaraq qalsın deyə o qeyd edib. Böyük Britaniya Ukraynaya yeni yardım paketi göndərib. Aprelin 14-də Böyük Britaniya hava hücumundan müdafiə avadanlıq və artilleriya almaq üçün Ukraynaya 900 milyon dollar göndərib. Qərb.com xəbər verir ki, bu haqda Reuters Britaniya hökumətinə istinadən məlumat yayıb. Dünya gözümüzün önündə dəyişir. Qlobal qeyri-sabitlik, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü ilə yenidən formalaşır deyə Britaniyanın Maliyyə naziri Rachel Reeves bildirib. Vəsaitin Rusiyanın dondurulmuş aktivlərindən ibarət 50 milyard dollar məbləğində beynəlxalq kredit proqramının bir hissəsi olduğu bildirilir. Agentliyin məlumatına görə bu ödəniş ümumi məbləği 2,26 milyard funt sterling olan 3 ödənişdən ikincisidir. Ödənişin birincisi martın 6-sında köçürülüb, sonuncu hissə isə gələn il ödəniləcək. Böyük Britaniyanın müdafiə naziri John Healey bu il ölkəsinin Ukraynaya 4,5 milyard funt sterling məbləğində yardım edəcəyini və bu yardımla hava hücumundan müdafiə sistemləri, artilleriya, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və digər avadanlıqlar alınacağını bildirib. Xəbərdə o da qeyd olunur ki, Britaniya Ukraynaya radar sistemləri, tank əleyhinə minalar və 100 minlərlə PUA almağa kömək edir. Donald Trump, ABŞ İrana qarşı sərt addımlar atmağa hazırdır. Lazım gələcəyi təqdirdə Vaşinqton Tehranın nüvə obyektlərini məhv etməklə İrana qarşı sərt addımlar atmağa hazırdır. Qərb.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump deyib. Bu çox sadədir. Onların nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlarda tez hərəkət etməlidirlər. Çünki onlar artıq nüvə əldə etməyə yaxındırlar. Onlar nüvə silahına sahib olmayacaqlar. Əgər çox sərt bir şey etməliyiksə, biz bunu edəcəyik. Daha sonra jurnalistlərdən birinin sərt tədbirlərə İranın nüvə obyektlərinə zərbələr daxil olub-olmaması ilə bağlı sualına Trump əlbəttə deyə cavab verib.
Türkiyə və İran Xarici İşlər Nazirləri İran-ABŞ danışıqlarını müzakirə edib. Türkiyə və İran Xarici İşlər Nazirinin rəhbərlərinin telefon danışığı olub. Xəbər.com Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı İranın nüvə proqramı müzakirə edilir. Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İranlı həmkarı Abbas Araqçı ilə bugünkü telefon danışığında İranın nüvə proqramı ilə əlaqədar şənbə günü Omanda ABŞ-la aparılan danışıqlara dair fikir mübadiləsi aparıb. Bölgə xəbərləri ilə davam edirik. Bakı-Ağstafa-Bakı qatarı gecikəcək. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədi ilə Bakı və regionlarda müşahidə edilən küləkli yağışlı hava şəraitinə görə Azərbaycan Dəmir Yolları Qahabağlı Səhmdar Cəmiyyəti bəzi sahələrdə qatarların sürət həddini indirib. Azərbaycan Dəmir Yollarından Xəbər.com-a verilən məlumata görə qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmir yol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir. Sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edilir deyə Azərbaycan Dövlət Dəmir Yolunun məlumatında qeyd olunur. Gəncədə qidadan zəhərlənmələr olur. Gəncədə zəhərlənmə hadisəsi baş verib. Xəbər.com-un məlumatına görə hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeyd alınıb. Belə ki, 20 yaşlı Fuad Cabbarov, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 24 yaşlı Jalə Tamirazova, 18 yaşlı Nigar Buliyeva və 5 yaşlı uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Təbibdən verilən məlumata görə 14 aprel 2025-ci il tarixində saat 18:20 radələrində Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhəd adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə 3 nəfər, 2 qadın və 1 kişi cinsli hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil olan 2020-ci il təvəllüdlü pasiyent ambulator müalicə üçün evə buraxılıb. 1990-cı il və 2007-ci il təvəllüdlü şəxslərin müalicələri isə davam etdirilir, vəziyyətləri orta ağırdır. Məlumata görə onlar qidadan zəhərləniblər. Fındıq bağlarının sığortalanmasına başlanılıb. Azərbaycanda 2025-ci il təsərrüfat ilində fındıq bağlarının dövlət dəstəyi ilə aqrar sığortasına başlanılıb. Xəbər.com bu barədə Kənd Təsərrüfat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ölkədə aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədi ilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50%-ni ödəyərək təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər. Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7 manat 25 qəpik ödəməlidir. Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir. Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4737 manat sığorta ödənişi edilib. Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi isə cəmi 0,83% təşkil edir. Məsələn, indi 20 manatlıq məhsul verən narinci, mandarin ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50% dövlət dəstəyini nəzərə aldıqda fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər. Qeyd edək ki, fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir.